Əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sual əvəzliklərinin cümlədə tətbiqi ilə bağlı bəzi məqamları qeyd edəcəm. 255-ci testdə diqqət edirik. Ümumiyyətlə, sual əvəzliklərini yazarkən nöqtədən sonra hansı nitq hissəsinin gələcəyinə diqqət edin. Məsələn, birinci cümləmizdə nöqtədən sonra series isimdir və when-dən sonra heç bir halda isim olmur sual cümləsinə diqqət edin. Hər zaman feil və yaxud da köməkçi feil ola bilər. Ona görə 5 yanlışdır. İkinci tərəfdə isə what kind heç vaxt of-suz işləmir. Növ seçim olanda sual veririk. What kind of? O zaman what kind of-ın of hissəciyi tam deyildi, yanlışdır. Ona görə 3 ilə 5-i variantlardan atdıqda avtomatik cavabımız 1, 2, 4-dür. Which series? Which-dən də sonra isim verə bilirik. What-dan da sonra. What təkdə olanda sual əvəzliyi kimi özündən sonra köməkçi feil gələrsə nə sualına cavab verir? Əgər what-dan sonra isim gələrsə hansı sualına? Which də ümumiyyətlə isim tələb edir və seçim bildirir. Which-dən sonra of da işlənə bilər. Yəni bunu da nəzərinizə çatdırım. Which cities have you visited? Hansı şəhərlərdə olmusan? Yəni baş çəkmisən? What cities have you visited? Yenə eyni anlamda. Bir də how many. Bilirsiniz ki, how iki tip birləşir. Many maç ilə how many-dən sonra cəm isim, cities cəmdədir. How many cities, yəni nə qədər neçə şəhərdə olmusan. Doğrumuz 1, 2, 4-dür. Digər variantın test seçiminə diqqət edirik. Digər variantda isə yenə bizdən doğru variant tələb olunur. O zaman cümlə fəndlərindən biri odur ki, cümlə sonunda about görürük. About haqqında deməkdir. Və biz cümlənin sonunda, ümumiyyətlə sual cümləsinin sonunda about görürüksə, o zaman what about, whom about, 2-3 mütləq şəkildə cümlədə yer almalıdır. 2-3. 2-3 olan variantlarımız da yanlışdır. B, sonra E qalır A və C variantı. Sonra 1 və 5-ə diqqət edin. İngilis dilində 1 və 5-ə baxanda who's-dan sonra isim gələr, 5 olmaz. Ümumiyyətlə 5 ilə 3 variantda da var idi. Doğrumuz elə A variantıdır. A variantında who are you talking about? Sən kim haqqında danışırsan? 2. Whom are you talking about? Yenə kimin haqqında danışırsan? What are you talking about? Nə haqqında danışırsan? Ona görə doğrumuz elə A variantıdır. 257-ci testə baxan kimi bu cümlədə biz seçim görürük. Or bağlayıcısını görürük. BMW yoxsa Kia. Ya və cümlənin əvvəlində də car do you like? Maşını sevirsən. Yəni bu o deməkdir ki, nöqtədən sonra isim varsa hansı maşını sevirsən? BMW-ni yoxsa Kia-nı? Seçim hər zaman yadda saxlayın which-dədir. Which hansı deməkdir və seçim bildirir. Whose-dan sonra isim gəlsə belə kimin maşınını sevirsən? BMW yoxsa Kia məntiqcə düz deyil. Vodka hansı maşını sevirsən, amma vodda seçim yoxdur. How-dan sonra sifət zərf gəlməlidir. Car isimdir, olmaz. V-dən də sonra feil gələr. Doğrumuz elə I variantıdır. Which car do you like? Hansı maşını sevirsən? BMW-ni yoxsa Kia-nı? Yəni burada seçim yalnız which-dədir. 258-ci testdə isə diqqət edirik. Burada yenə doğru sual əvəzliyi. Ümumiyyətlə diqqət edin. Birinci cümlədə nöqtədən sonra telefon isim görürük. Who-dan sonra feil gəlməlidir. What-dan da sonra əgər what-dan sonra isim bir hal da gələ bilər, özündən sonra isim olarsa, o zaman diqqətli olun. Deməli, məsələn 3 nömrəli testdə to be happen var. Baş vermək feili var. O həmişə to happen feili. Həmişə what-la nə baş verdiyini tələb edir. Ona görə what happened at your school yesterday? Dünən məktəbində nə baş vermişdi? 3-də C olacaq. O da elə avtomatik elə C variantını bizə cavab olaraq verir. Deməli birinci də olacaq telefon. İsimdə whose. Whose telephone did you borrow? Kimin telefonunu götürürsən mənasında. 2-də who caused the accident? Qəzaya kim səbəb oldu? Bir də what happened at your school? Yəni məktəbində dünən nə baş vermişdi? Doğrumuz C variantıdır. 259-cu testə diqqət edək. O zaman doğru variant seçimi tələb olunur. Cümlələrə baxan kimi variantdan what kind-ın of-u yoxdur. 4 avtomatik yanlışdır və diqqət edirik. Əgər cavabda I prefer detective films, yəni mən detektiv filmləri sevirəmsə, deməli sualımızda sən hansı filmlərə baxmağı sevirsən, yəni hansı filmləri izləməyi sevirsən, nöqtədən sonra films isimdir və diqqət edirik. Who's-dan sonra isim olsa da who's kimin deməkdir. Kimin filmləri sevirsən, cavabda detektiv belə bir anlam ola bilməz, mənaca uyğun deyil, A da yanlışdır.
Qalır iki variantımız. How-dan da sonra biz sifət zərf verməliyik. Həm də necə filmlər, bu biraz ingilisində məntiqsiz olur. Sifət zərf gəldiyindən 5-də yanlışı, doğru elə 1-2-dir. Which films do you like to watch and what films do you like to watch? Doğrumuz B 1-2-dir. Digər testimizə diqqət edirik. 260-cı testdə. Baxan kimi as a capital of England, İngiltərənin paytaxtı. Biz hər zaman paytaxtları soruşanda düzdür, Azərbaycan dilində haradır deyirik, amma ingilislər nədir ifadəsindən ifadə edir həmin sözü. Yəni what is the capital of England deyirik. İngiltərənin paytaxtı nədir? O zaman cavabda, yəni hara mənasını biz istifadə edirik öz dilimizdə. Onlar isə what-dan istifadə edir. İkinci cümləyə də həmin what-u tətbiq edirik. What do you think of politics? Yəni politika, siyasət haqqında nə düşünürsən? What time are you going to school tomorrow? Sabah saat neçədə məktəbə gedirsən? Hər üç cümləyə elə birinci cümlə bizə zəmin yaratdı ki, what-u seçək.